sizinle. Şok kalmadan maraqlı qonaqlar, hər sözümüz tam səmimi olar. Dünya TV deyəcək öz sözü, qoşul bizə və şahid ol özün. Hər ekskluziv burada səslənər, tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbətlər, tam səmimi. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Yenə ibadətlə başladıq. Bu musiqinin səsi gələndə doğrudan əhval ruhiyyəmiz yaxşı olur ha. Mən buradan ibadətə təşəkkürümü bildirəm, İbadət İsaqoğlu'na təşəkkür edirəm. Kamran, sənin əhvalın yaxşıdır. Musiqidən sonra oldu, yoxsa məni görəndən sonra? Təryan fərqi yoxdur. İkisindən birini seçim eləməlisən. Aha, mənə görə. Səndə nə vəziyyətin Ərman? Sənə görə, mənə görə söhbəti. Amma ibadətə də doğrudan mən buradan təşəkkürümü bildirirəm. Onun gözəl musiqisindən bir başlanğıc elədik. Hər vaxtınız xeyir olsun, hörmətli əməkdaşlarımız. Hər vaxtınız xeyir olsun, hörmətli bizi izləyən, bizi gözləyən tamaşaçılarımız. Xoş gördük. Yenə komandamızdan evinizdə, ailənizdə qonaq. Təbii ki, onlar görsənmir, onların çəkdiyi, araya elsi gətirdikləri sizin evlərinizdə də hal-hazırda. Operatorumuz Kamran var, burada Nərman var, pultda Eminimiz var, səsimizdə Yaqubumuz var. Və mən xatırlatmaq istəyirəm ki, proqramımızda Silk Plaster, maye divar örtüklərinin, o cümlədən Rekordun dadlı ləzzətli məhsullarının və Xanədan Şadlıq Sarayının sponsorluğu ilə baxırsınız. Geyimimə görə təşəkkürümü bildirəcəm. Geyimimə görə təşəkkürümü bildirəcəm. Zozanna 050-055-302-17-17 əlaqə telefonlarıdır. Zozanın saç düzümümə görə təşəkkürümü bildirəcəm. Karizmada çalışan Miri ustaya. Əli qolu var olsun Mirimizin. Mənim saqqallı qardaşım. Özü də karizmatikdir. Elə əl işləri də karizmatikdir. Və mən təşəkkürümü bildirəcəm. Əlbəttə ki, Elvinimizə, bugün mətbəximizdə yenə də bir həftə boyunca Elvin olacaq. Elvin, hər vaxtın xeyir olsun. Necəsən, nə var, nə yox? Çox sağ olaysan, hər şey yaxşıdır. Təşəkkür ederim sənə. Dünən Füzulilər sən öldürmədilər ki, Füzuli xaşlaması pişidin. Nə bilim, Əndrabadi orada bir şeylər elədin, qatdın, qatışdırdın, sonra düz yola gəldin. Axıra gözəl bir yemək. Hə, doğrudan axıra yaxşıydı.
Axırı Elvin özündən başqa heç kim yemədi. Yox, hamısı yedilər uşaqlarımızı. Sağ olsunlar. Ləzzətli, ər qabiliyyəti. Bugün nə var mətbəximizdə, menyumuzda nə var? Bugün həftə becər inşallah pişirəcəm. Həftə becər. Bəli, mövsümə uyğun. Bəzən ona əcəb səndal da deyirlər. Döşəmə də deyirlər hətta. Döşəmə də deyirlər. Döşəmə də deyirlər. Mövsümə uyğun tərəvəzlərdən əlbəttə olacaq. Həftə becər. Həftə becərimiz olacaq bugün mətbəxdə. Deməli, əziz tamaşaçılarımız, SMS nömrələrimizi bilirsiniz. Harada yaşamağınızdan asılı olmayaraq birbaşa bizim WhatsApp nömrəmizdən bizdən əlaqə saxlayırsınız. Bax, bu aşağıda nömrələri görürsünüz. 88-72-yə algı satqılarınızla bağlı, elanlarınızla bağlı nə sözünüz, nə söhbətiniz var, nə isə satmaq istəyirsinizsə, sata bilmirsinizsə, müştəri tapa bilmirsinizsə, narahat olmayın, mən son müştərini tapacağım. Ona görə də 88-72 yazın, göndərin. Azərsel müştəriləri 88-72 4 rəqəmli nömrəmizdir. Və qonağımızı istəyirəm təqdim edim. Əslində, birazdan bugün 2 qonağımız olacaq. 2 qonağımız olacaq. Universal bir xanımdır. Həm aktrisadır, həm şairədir, həm bəstəkardır. Və bütün incə sənətin komponentlərin bu xanım özündə birləşdirir. Bir də gördün, sabah rejissorluq eləyir, sabah modelyerlik eləyir. Məncə, aktrisa kimi də, əgər o rejissorlar onu aşkara çıxarda bilsələr, çox yaxşı iş ortaya gətirərlər. Məsələn, o günləri biz burada seriallarda oynayan aktyorlarımızı dəvət etmişdik. Onlar şikayətləniblər ki, belə gözə gəlimli xanım azdır, xanım oyuncular azdır, yarlı, yaraşıqlı, belə qəddi, qamətli. Məncə, hörmətli rejissorlarımız diqqət ekranı olsun, çünki mən indi dəvət edəcəm bura qonağımızın birini. Sevinç xanım, Tofiq qızı, buyursun. I see your eyes every day and every night, and I wanna hold you, love you till the end of time. Stay overnight, cause I want you in my life, and I wanna love you, I will never make you cry. Necəsiz Sevinç xanım, nə var, nə yox? Yaxşısınız? Yaxşı gördüm sizi. Mən də sizin ilk dəfə də deyəcəm, bu verilişə gəlirəm. Bu verilişinizə dəvət eləyəcəksə, sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Əslində, aylar öncə dəvət eləyəcəkdik sizi. Nədəndirsə, elə yubanır da. Və mən sizi başqa bir xanımla səhv salmışdım, sözün düzü. Yəni, biraz gecikməyimizin də səbəbi oldu. Mən tamam başqa bir adamdan sizi səhv salmışdım. Səhv salmışdım, amma bugün çox şadam ki, nəhayət ki, əsərin əsl qəhrəmanı gördük. Fotoqrafımıza da təşəkkür edirik. Adı nə idi? İlqam. İlqam? Axşamazın foto müxbiridir. Aha, Axşamaz saytının foto müxbiridir. İlqama da təşəkkürümü bildirəm. İlqam, bugün şəkillərimizi qəşəng-qəşəng çəkin. Çünki bugün Axşamazda foto şəkilləri görəcəksiniz, əziz tamaşaçılarımız. Sevinç xanım, nə var, nə yox, necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Bizə bir nur var, nə nurdu bilmirəm. Hardan gəlir, kimdən gəlir o? Qəlbdən gəlir, ürəkdən gəlir. Amma bir genetik olmalıdır məncə. Mən uşaqlıqdan beləyəm. Deyirlər nurlusunuz, hə? Oradan düz atmışam, uşaqlar. Görürsünüz. Üzü nurlu Sevinç xanım. Deyirsiniz, işləriniz yaxşıdır. Sevinç xanım, nə vaxtdan başlamışsınız? Musiqi fəaliyyətinə. Hələ musiqidən danışaq. Mən əslində mənim valideynlərim məni kəşf elədi musiqi üzrə. Uşaqlıqdan musiqini çox sevirdim. 4 yaşından, 5 yaşından artıq anam da, atam da hiss elədi ki, mənim musiqi duyumum çox güclüdür. Sonra onlar mənə ad günümdə, 6 yaşımda mənə piano hədiyyə elədilər. Elə ondan da başladı mənim fəaliyyətim. 14 yaşımda, sonra musiqi məktəbinə daxil oldum. 14 yaşımda, deməli, musiqi məktəbində daxil olanda mən artıq orada balaca bir əsər bəstələməyə başlamışdım. Kompozisiya. Ümumiyyətlə, mənim dərs xəttim sırf kompozisiyalarla bağlıdır. Biz bugün birini izləyəcəyik. Bəli, çünki mən kompozisiyaları çox sevirəm. Sonra mahnılarım da çoxdur. Mahnılarım da ən tanınmış müğənnilər oxuyur. Elə başda olmaqla Flora xanım Kərimova, bizim xalq artistimiz. Flora xanım oxuyub, sonra Aslan Hüseynov. Aslan Hüseynov, Nadir Qafarzadə, Manana, Rəşad İlyasov. Sonra xalq artisti. Bu yaxınlarda da yeni bir mahnı verdim.
Gülyanaq Məmmədova. Sonra? Həyəcanlarımsa çox. Əkbər Əliyev, Səməd Səmədov, Niyam Səlami. Sonra kim? Çoxları. Bu yaxınlarda da elə bir yeni mahnı yazmışam. Ana mahnısı, sözləri Qənirə xanım, millət vəkilimiz Qənirə xanım Paşayevanın sözlərini ana mahnısı bizim xalq artistimiz Nisə xanım Qasımova ifa edəcək onu. Nisə xanım Qasımova ifa edəcək. Maşallah, show biznesin qaymaqları ilə işləyirsiniz. Yağlı, belə yağlı tikələri ilə işləyirsiniz. İşiniz xeyirli uğurlu olsun. Mənim uşaqlarla da işləyirəm, onu da deyim sizə. Mənim Azəri İnciləri bir qrup, vokal qrupu var. Vokal qrupunda rəhbəri Gülnara xanımdır və mən o uşaqlarla hal-hazırda o uşaqlarla başlamışam işləməyə. Himayənizi götürmüşsünüz, qanadınızın altına çəkmişsiniz. Bəli, onlara yeni mahnılar hədiyyə eləmişəm. Sözləri Baba Vəziroğlu'nun və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sözlərinə mən Azəri İncilərə yeni mahnılar hədiyyə eləmişəm. Artıq hər yerdə bu mahnılar səslənir. Bu yaxınlarda da elə Azəri İncilərin vokal qrupunda çalışan bir balaca Aysu balamız var. Can Qarabağ adlı sözləri Baba Vəziroğlu'nun sözlərinə Can Qarabağ adlı mahnı hədiyyə elədim. Hətta ona klip də çəkildi. Klipin də rejissoru, elə deyək də, operatoru Emin Hüseynov. Bu yaxınlarda da inşallah onun bir böyük təqdimatını edəcəyik. Nə gözəl. Elə bizim proqramımızda da təqdimat edə bilərik. Eləyərik. Sevinç xanım, bir iş düşlə bugün hər tərəfli söhbət eləyəcəyik. Birazdan sonra nəğməli qonağımız olacaq. Bir balaca tıxaca düşüb, amma buradadır, artıq çatır. Nəğməli qonağımız da çox maraqlı bir insandır. Əziz tamaşaçılarımız, xatırladıram ki, deməli, həftəmizin anonsunu sizə edim. Sabah müğənni Damla, digər sənət dostlarımızla efirimizdə olacaq. Birisi gün xanəndə Abgül Mirzəliyev və həftəmizin şənbə günü Nadir Qafarzadə yeni mahnıları ilə studiyamızdadılar. Bugün qonağımızı açıqlamıram kim olacaq. Açıqlamıram. Sevinç xanım, bir gedək mətbəxə. Gedək. Həm də bir xanımsınız. Mənim üçün də maraqlıdır ki, görək Elvin bizim üçün nə bişirir və xanım kimi ona tövsiyələrinizi buyurun gəlin. Əvvəla Elvin, sən deyirsən ki, yeməmizin adı nədir? Həftə becər. Həftə becər. Tamam. Bişirmə qaydasını denən görək Sevinç xanım düz deyəcəkmi? Birinci badımcanı döşürük. Sonra soğanı üstündən vuracaq. Sonra biberi, pomidoru, axırda da yağımızı. Axırda da yağı qoysan ağzını örtürsən. Örtürük, pişir. Yəni duz da olar. Duz üstü, mütləq. Sevinç xanım, düz dedi tərifini, yoxsa əlavələr eləmək olar? Deyirəm, maliyyətindən, bəli. Onsuz o da... O dəqiqə bilir ki, xanım da. Yəni, at daha da dadı verir. Mal əti. Onu mal ətini, ayrıca onu elə bir ki, qaynadırıq. Sonra onu xırda-xırda doğrayıram. Yəni, baxmayın, nə qədər olmasa da ət dadı verir yeməyə bizə. Bəs toyuqla, balıqla əlavə eləmək olar onu, yoxsa? Yox, məncə yox. Məncə mal əti yiyir. Mən toyuqla eləməmişəm, mən ancaq mal əti ilə pişirmişəm. Amma çox da dadlı alınır. Hiss olunur ki, ümumiyyətlə, Əli dadlı xanımsınız. Elə hiss olunur Sevinç xanım. Ən gözəl nəyə bişirirsiniz? Mən yeməkləri də bişirirəm, amma ən çox şirniyyatlara üstünlük verirəm. Məsəl üçün, nə pişirirsiniz ən gözəl? Tortlar, piroklar. Ay da, tort dedim, tort yadıma düşdü. Bizim bir tortumuz var, yadımdan çıxıb. İndi gətirərik. Vay, 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 yadımdan çıxıb qalıb. Hə? Bugün bir Kimsə pişirir, yoxsa hazırdır? İnanırsınız, bir əkiz balalarımız var idi. Əkiz balalarımız var idi. Danışaram birazdan sonra bu haqda. Bu haqda danışaram. Amma sabah söz verirəm ki, sabah gətirəcəm onu studiyaya. Yadımdan çıxıb qalıb, heç bugün danışmayacağım bu barədə. Siz görün mənim yaddaşıma baxın da. İndi onlar da hamısı efir qarşısında əyləşib, mənim Elmir qardaşım, Səbinə bacım, dünən onun əkiz balalarının belə deyib, 1 yaşları tamam olurdu. Əkiz 2 dənə tort pişirmişdilər, mən o məclisi idarə edirdim. Tortun birini verdilər mənə, mən də söz verdim ki, sabahları gətirəcəm efirə. Yadımdan çıxıb qalıb evə. Maşının arxasına saxlamışdım. Gecə evdə dedilər ki, əriyər, tökülər, dağlar, dedim gətirim soyuducuya qoyum.
Sabah gətirim, yadımdan çıxıb. Tamam yadımdan çıxıb, Səbinə xanım. İnşallah sabahları gətirəcəm. Şəkər bağlarımızı öpürəm, gül bağlarımızı. Sevinç xanım, ən yaxşı deyirsiniz, tort pişirirsiniz. Tort, piroqlar, pirojnalar edirəm. Bir də ki, yemək, bir də marojna. Dondurma. Həftə sonu nə pişirib göndərərsiniz? Tort pişirərəm. Hə? Tort. Tort? Sevinç xanım həftə sonu bizim üçün tort göndərəcək. İndi elə eləyin, şənbə günü Nadir Qəfərzadədir. Ona da sürpriz olsun, o da tortdan dada bilsin. Baxaq əl qabiliyyətinizə. Bizə qazan-qazan yeməklər gəlib, ona heç kimin şübhəsi yoxdur. Qazan-qazan dolmalar, plovlar, sağ olsun, üzə. Bu gətirərdim, heç mən bilmədim. Siz mənə gərək deyərdiniz. Gərək, mən sizi xərcə salmaq istəyirəm. Yox, nə xərcə? Evdə pişəcəkdir də. Aha, yox, dedim, verilişə hazırlaşırsınız, siz onu. Yox, əksinə, mən elə zövq alardım. Doğruda? Əlbəttə. Zövq alana pişirərsiniz, göndərərsiniz şənbə günü, mütləq. Mütləq. Elvin sənə uğurlar, Elvin də yeni başlayıb ifaçılığa, bir mahnısına klip də çəkdiriblər. Gülüm mənim adlı, Sevinç xanım, mən bir şey söyleyeyim. Bizim sənət dostlarımızın hamısı mətbəximizdə öz əl qabiliyyətlərini görsədirlər. Elvin bir həftəlik bizlə bərabərdir burada. Elvinin də mahnısı o... Elvin biraz oxu Sevinç xanım görsün, gülüm mənim. Fon musiqimizi alaq. Sənə can deyərəm mən, nazlı ceyran deyərəm mən, canı qurban deyərəm mən, gülüm mənim olsan. Belə bir mahnıdır. Belə bir oynaq mahnı. Aha, uğurlu, xeyirli olsun. Sağ olun. İnşallah sizdən məşq verəcəksin mahnı. Tamam. Ben nə istəyirsən Elvin? Sonra səyyaf deyir ki, mənim uşağıma yaxşı baxmırsan. Uğurlar sənə Elvin orada. Uğurlar. Sevinç xanım, buyurun əyləşin. We push and pull like a magnet do. Although my heart is falling too. I'm in love with your body. And last night you were in my room. And now my bedsheets smell like you. Every day discovering something brand new. I'm in love with your body. Belə, kimlər yazır bizə? Deməli, bu günləri, əziz tamaşaçılarımız, Azərbaycan səhnəsinin Leyli Məcnunu kim olar o sizcə, Sevinç xanım? Azərbaycan səhnəsinin Leyli Məcnunu, mənim əzizlərim, mənim ürəklərim, Təranə Qumral, Musa Musayev. Salamlayıram onların hər ikisini, onlar da baxırlar, salamlayırlar sizi, tamaşaçılarımızı salamlayırlar. Və bugün Təranə xanımın nəvəsi Elin balamızın doğum günüdür. Elinin 5 yaşı tamam olur. Elə nənəsi Təranə, babası Musa, nənəsi Tükəzban təbrik edirlər. Əlbəttə valideynləri də Natiq bəylə Qumral xanım da bu təbriklərə qoşulub. Təranə xanım, gözünüz aydın olsun. Yaxşı ki, həyatımda sizin kimi gözəl bir dostum var. Elin balamızı da təbrik edirəm. Atalı analı böyüsün. Xoşbəxt bir baladır ki, onun sizin kimi çevrəsi, sizin kimi ətrafı var. Elin. Maraqlı da adı var ha. Sonra baxaq. Aha. Müğənni Əbdülxalid salamlayır tamaşaçılarımızı. İnşallah növbəti həftəmizin sonunda da Əbdülxalid gözəl nəğmələri ilə studiyamızda qonaq olacaqlar və digər qonaqlar da adlarını çəkmirəm. Baxaq. Müğənni Yaqut Nəriman salamlayır sizi və tamaşaçıları. Narahat olma, gecikməmişsən, vaxtında gəlmişsən. Müğənni Yaqut Nəriman sizi salamlayır və tamaşaçılarımı salamlayır. Mən də uğurlar arzuluyorum Yaqut xanıma, bütün işlərində, əzizim dostum. Hörmətli tamaşaçılar, nəyinizsə sata bilmirsinizsə, Sevinç xanım, təsəvvür edin ki, bizim bir 88-72 nömrəsi var. Tamaşaçılar nəyisə sata bilməyəndə o 88-72 nömrəsinə yazırlar, mən dərhal onlara müştəri tapıram. Məsəl üçün, bir izləyicimiz bizə yazır ki, mənə yazır ki, salam Samir bəy, Bakı şəhərində 9-cu mikrorayonda ev satıram.
deməli, qiymət razılaşma yolu ilə daha sonra Hyundai Tucson satılır. Hyundai Tucson 055 ilə 205 17 18 əlaqə telefonlarıdır. Qiyməti razılaşma yolu ilə amma təcili satılır. Nəyinizsə satmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın. Görək bizim gələn müğənni qonağımız nə satmaq istəyir. Sevinç xanım, mahnı satırsınız? Yox, satmıram. Satmırsınız. Ehtiyacınız yoxdur, yoxsa satmırsınız? Kreditlə verirsiniz mahnıları? Elə olur ki, kimisə ehtiyacı olmur, məcburam hədiyyə edirəm. Hədiyyə edirsiniz. Bir ömür boyu hədiyyə edəcəksiniz ancaq mahnılarınızı, yoxsa gələcəkdə planda var? Bilmirəm, onu bilmirəm. İstəyirsiniz buradan elan edeyim. Hörmətli müğənnilər. Yox, lazım deyil. Sevinç xanım Tofiq qızı mahnı satar. Qiymətlər neçədən başlayır? Yox, satmıram. Aksiyondur. 2500 manatdan başlayır. Aranjovka daxil. Müraciət edib. Yəni qabağa getmək istəyən müğənnilər varsa, istəyənlər varsa, əlaqə saxlasınlar bizdən. Biz də o şərəfi sizin üçün yaradaq. Mahnılarımızı təqdim edəmsən. Mən dəvət eləmək istəyirəm bura. Səhnəmizin almaz qaşı var. Səhnəmizin firuzəsi var. Show biznesin brilyantı var. Show biznesin çox nümayəndələri var, amma sevinci var. Kədəri kimdir? Kədərlər çoxdur. Show biznesin aslanı var, ha bilirsiniz də aslanı. Aslan Hüseynov. Bizim əzizimiz dostumuz. Buyursun. Let me go! Var. Aslan buyur əyləş. Nə var, nə yox, nə tərsən, necəsən? Çox sağ olun. Mən elə gələndə söhbətə düşdüm ki, mahnı satmaq məsələsi. Bəli, satırıq. Lazımdırsa beh verə bilərsən. Sıraya durdum. Lazımdırsa beh verə bilərsən. Amma mən bir şey bildirim ki, Sevinç xanım pulsuz da hətta hər adama mahnısını vermir. Yəni Sevinç xanım mahnısını oxumaq üçün pulla almaq mütləq mümkün deyil. imtahanı verməlisən. Onu istəyirdi deyək ki, yəni mənim mahnılarım tək pulla deyil. Heç hədiyyə də hər adama verilmir. Yəni ki, belə işlər də var. canım mənim, hə, yəni var səs olmayan müğənnilər. Kimdə onlar? bir müğənni gəlir konservatoriyaya, professora deyir ki, müğənni yoxsa bir insan gəlir, deyir ki, mənim səsimi qulaq asıb, görüb mənim səsim var. Послушайте, у меня есть голос. Professor qulaq asıb, deyir, da, у вас есть голос, но он отвратительный. Səsiniz var, просто отвратительный nə deyirlər bizim. Tullantı səsdir. Hə, tullantı bir səsdir. Yəni səs hamı da var. Səs hamıda var. Biri var lazımlı səs, biri var tullantı səs. Tullantı səslərdən o qədərdir. O tullantı səslər bəzən gedir. Yaxşı tərcümə elədir. Tullantı səslərdə, yəni tulluyursan bir dəfəlik. Təsəvvür elə Aslan, o cür səsli müğənnilər bir də görürsən elə mahnılardan yapışırlar. Gedib nə bilim, Şövkət Ələkbərovanın boşqabından yemək istəyirlər. Rübabə Muradovanın stəkanında çay içmək istəyirlər. Hətta populyar olan müğənnilər, elə müğənni var ki, onun səsinə düşmür. Bu yaxınlarda deyəndə Azərbaycan yaxınlığı nəzərdə tutulub. Bizim bir dost kanallarımızda bir aparıcının canlı deyir ki, sən canlı vəbşə oxuyursan, bir gün populyar müğənnisən, 5-likdəsən, 10-luqdasən, nə bilim, 25-likdəsən. Bir də canlı oxudu, o da durdu, mən onudan ulduzum, qabahatim böyükdür. Bax, Allaha and olsun, aparıcı baxdı, belə bir sırtıq aparıcılarımızdan biridir. Baxdı, belə, oxuma, elə fonogrammanı oxu. Burada, yəni, var, belə şeylər də var. Sevinç xanımı da günlər gördüm, çox şad oldum. Doğrudan? Bəli. Lap şad oldum? Lap şad oldum. Lap gözəl. Ümumiyyətlə, Aslan, mən ilk sənətə gələndə, mənim ilk sənətdə, ilk ifaçım elə Aslan olub. Çağır məni mahnısıyla. Sənətə gələndə Azərbaycan sənəti. Yəni Azərbaycana gələndə. Sevinç xanım bildiniz ki, Moskvada işləyir qabaqları, orada yaşayırlar. Azərbaycana gələndə ilk Azərbaycan mahnısı, Azərbaycan dilində mahnını və Azərbaycanda ilk ifaçı mən oldum.
Uğurlar Ayaslan, Şirvandan Ramil salamlayır hər birinizi. Aslana xüsusi salamlarımı çatdırır, yazıb mənə. Şirvan şəhərindən Ramil adlı izləyicimiz. Teşekkür edirik. Şirvanlıları. Sonra müğənni Kamran İsmailli'dan yazır, göndərir bizə. Diyallı kəndindən salamlar hər birinizə. Biz də salamlayırıq. Bax belə. Aslandan bir ifa təqdim edək, sonra reklamlara ayrılacaq. O zaman... Əvvəl təqdim edeyim də bəstəkarı. Əlbəttə təqdim edək. Biri var ki, olmayanda yanımda, demək orada, demirsin bəstəkar. Sevinç Tofiq qızı, musiqi, sözlər Baba Vəziroğlu. Gözəl bir, Azərbaycan hər bir kişəsi gözəldir, amma çox sevdiyim bir məkan, gözəl bir şəhər, Gəncə. Dinləyək yeni bir mahnı. Mahnımıza bir bağlayacaq. İçməkdə əziz operatorumuz, amma biraz diqqətli olun, o mahnı deyil. Mahnı səhv verib. Gəncə mahnısıdır, Gəncə. Gəncəmiz. Emir idi orada. Veriş başlayan qarana qədər orada yemək içməkdə olurdu. Ona görə fikir ancaq yeməyin içməyin yanında. Olan şeylərdə, olan şey biz öyrətmişik. Tamam, təqdim edəyək mahnımızı. Gəncəm. Yepyeni bir mahnı. İlk dəfə bizim efirimizdədir. Yox, oxumuşam, hətta çox yayımlanıb sosial şəbəkələrdə. Bəli, bu yaxınlarda mən Gəncə icra başçının qəbulunda oldum və hörmətlə qarşılandım. Dedilər ki, bu mahnıya elə bir klip lazımdır çəkməyə ki, inşallah icra hakiminin dəstəyi ilə, dostlarımızın dəstəyi ilə gözəl bir Gəncə haqqında klip çəkiləcək ki, Gəncənin hər bir yerini tanıtdıracaq o klip. Ulu Nizami diyarı. Buyurun. Sevirəm mən səni Gəncəm. Dünyanın ən dadlı qaymağı harda? Səfalı Hacı kənd yaylağı harda? Dünyanın ən dadlı qaymağı harda? Səfalı Hacı kənd yaylağı harda? Hardadır, 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 harda? Yaşı bu dünyadan əzəl Gəncədə, yayı da qışı da gözəl Gəncədə. Yaşı bu dünyadan əzəl Gəncədə, laləli düzləri gözəl Gəncədə. Qarşına çıxsa da tufan çən duman, yolundan dönmədin varsan hər zaman. Qarşına çıxsa da tufan çən duman, yolundan dönmədin varsan hər zaman. Ruhuna sığınıb İmamzadənin, qılıncla qorudu səni Cavadxan. Ruhuna sığınıb İmamzadənin, qılıncla qorudu səni Cavadxan. Üzümü heyvası, xurması ləziz, suyu bal kimidir, havası təmiz. Kinar altında buz kimi kəhriz, işvəli qızların ləhkəsi əziz. Hardadır, 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 harda? Qonaqçı mehriban bir el Gəncədə, yaşadır, yaradır gözəl Gəncədə. Qonaqçı mehriban bir el Gəncədə, cənnət Azərbaycan gözəl Gəncədə.
alım hardadır? Yaşı bu dünyadan əzəl Gəncədə, yayı da dışı da gözəl Gəncədə. Yaşı bu dünyadan əzəl Gəncədə, laləli düzləri gözəl Gəncədə. Qonaqçı mehriban bir ev Gəncədə, yaşadır yaradır gözəl Gəncədə. Qonaqçı mehriban bir ev Gəncədə, cənnət Azərbaycan gözəl Gəncəmdə. Bəli, Ulu Nizami diyarına salamlar, Gəncəmizə salamlar olsun, əziz Gəncəlilər. Doğrudan gözəl Aslan bir yerdir. Hüseynovdan və Sevinç xanımdan sizin üçün bir ərmağandır həqiqətən. Sevinç xanımdan təşəkkür edirik. O qadın alım söhbəti var idi orada. O Sevinç xanım siz salmış soruyorsa. Aslan dedi ki, gəlin belə bir şey. Hə, mən dedim ki, qadan alım olmalı da, axı Gəncə qadan alım. Salam Məlikim də verirsən, deyir ki, qadan alım. Falan şey hardadır, falan yer hardadır. Qadan alım, düz gedəcək, qadan alım orada. Yəni hər bir yerdə də demirlər ki, hər bir... Çox şirin belə... Və bu mahnını ifa eləyəndən sonra, Samir, mənə böyük sənətkarlarımız zəng elədi, məsələrini bildirdi. Temur Mustafayev, xalq artistimiz zəng elədi, dedi ki, Aslan, indiyə qədər nə qədər Gəncə haqqında mahnı oxuyublar. Biri deyir, xurma ilə gəlirəm, biri deyir, nə bilim, konkret Gəncə haqqında, Gəncənin özündən nələr var Gəncədə, belə bir dolu mahnı yox idi. Ona görə də deyir, çox super. Brilliant xanım Dadaşova zəng eləmişdi mənə, deyir ki, Aslan, super bir mahnı alınır. Lora xanım Kərimova, nə zəng eləmişlər və bizim üçün belə zənglər uğurumuzun İnşallah klipi də çəkilsin, məncə o da fərqli bir klip. İnşallah, inşallah, inşallah. Çox mühüm rol oynayır. Yəni elə bu sözlərə görə də baba müəllimə təşəkkür edirik. Çox dolu belə sözlər verir. İmamzadədən belə hər bir, yəni Hacı Kənd, nə bilim. Hamısını orada əsaslandırıb, tərənnüm edib, oradan baba müəllimə də buradan salamlar. 33-55-dən yazırlar, salam, hər vaxtınız xeyirli, uğurlu olsun. İnşallah Samir Çaparısı salam olsun sizə. Qardaş həftənin bazar günü səni gördüm Qubada. İstədim görüşmək, amma alınmadı. Maşında xəstə olduğu üçün mən özüm Qubanın Qırız Dəhnə kəndində oluram. Sən də bizim yaxınımızdaydın. İnşallah qismət olsa görüşərik. Aslan müəllimə də salamlar, Sevinç xanıma da yazır. Təşəkkür edirik. Görüşməmişsə, yoxsa yarım saat qulaq asacaq. Sonra 58-70 bizə Perim şəhərindən Xuraman adlı izləyicimiz yazır. Evimizə şənlik gətirdi Samir bəy. Çox sağ olun. Xuraman xanım Perimdən yazır bizə. Ulyanovski şəhərindən Xalidə yazır, göndərir bizə. Salam Samir, sizi salamlıram. Başda Aslan bəy olmaqla Xalidə xanım verilişinizə hər zaman baxırıq. Təşəkkür edirik Xalidə xanım. Xalidə xanımın SMS-indən sonra Almaniyadan Münhen şəhərindən yazır bizə 5461 nömrəsindən izləyicimiz salamlayır qonaqlarımızı. Təşəkkür edirik. Sonra İsraildən yazırlar bizə, göndərirlər 4310 nömrəsindən. 4310 nömrəsindən İsraildən salamlar var. Ragimdi belə bir addan yazıb. Rahimdi bəlkə. Yarı Rusiyada, yarı Azərbaycan dilində yazıb göndərib bizə SMS-i. Operator Tufan adlı izləyicimiz yazır. Hər kəsə salam Samir, qonaqlarını salamlayıram. Yazır ki, Operator Tufan, Allah sizləri qorusun. Təşəkkür edirik, qorusun. Elə sizləri də qorusun, cümləmizi qorusun. Cümləmizi Ufadan yazırlar 5498 nömrəsindən. Sonra yazırlar bizə Ukraynadan yazırlar, göndərirlər 1449 nömrəsindən. Aslanı çox sevirik. Səhnə mədəniyyəti olan ifaçıdır. Konu tamaşaçımız düz vurğuluyur. Müğənni üçün əsas şərtlərdəndir. Talyati şəhərindən yazırlar 4808 nömrəsindən. Edəniz Məmişov yazır, göndərir. Sonra Aslandan xahiş edirlər, Maxaçqaladan yazırlar bizə. Yazırlar ki, gələcəkdə repertuarına bir avar mahnısı da salsın. Əslən Balakəndəndilər, amma bizə Maxaçqaladan yazırlar 9856 nömrəsindən. İnşallah, inşallah. Fikrim var idi, ləzgi dilində ifa eləmişəm.
bildiyiniz kimi Didə mahnı, ana mahnısı. İnşallah avar dilində də ifa eləyərik. İnşallah. Demək, reklamların vaxtıdır. İstəyirəm sponsorlarımızın biri haqqında ilə bax buradan məlumatlandırım sizi, əziz tamaşaçılarımız. Xanədan Şadlıq Sarayı proqramımızın sponsorlarındandır. Övladlarınızın toy büsatlarını 300-350 nəfərlik qonaq qaranızı sığdıra bildiyiniz Xanədan Şadlıq Sarayında həyata keçirdin. Yüksək səviyyədə xidmət gözləyir sizi. İstədiyiniz musiqiçi kollektivlərini də Xanədana sifariş edə bilərsiniz. Xanədan Şadlıq Sarayında sentyabr ayına qədər kimlər ki toylarını qeyd elətdiriblər, onların gəlinləri pulsuz bəzətdirilir. İstədikləri avtomobil, yəni gəlinlik maşınları onlara pulsuz olaraq təqdim olunur. Bir sözlə nə axtarırsınızsa Xanədanda tapacaqsınız. 18-ci mikrorayonda Çirkəsiri Niyazi küçəsinin kəsişməsində yerləşir Xanədan Şadlıq Sarayı. Təşəkkürlər Xanədana. Reklamlara ayrılırıq. Reklamlardan sonra Sevinç xanımın klipini təqdim edəcək rejissorlarımız sizə. Daha sonra qaldığımız yerdən davam edəcəyik. SMS-lərinizi gözləyirəm. Rompe.
Əziz tamaşaçılarımız, əməyə keçən hər bir kəsə, ümumiyyətlə klipdə əməyə keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. Sevinç xanım çox möhtəşəm idi. Əlbəttə olar, buyurun. Keçən il bu klip avqust ayında çəkildi. Rejissoru İlham Yaşaroğlu, operatoru isə Emin Hüseynov. Bu həyat gözəldir. Bu mənim ən böyük arzularımdan biridir ki, dənizin ortasında hər şey bəyaz, yəni ağ rəngdə, həm ağ rayal, həm ağ hər şey bəmbəyaz, həm ağ göyərçin. Yəni Tanrının yaratdığı hər bir şey gözəldir. Yəni orada o Tanrının yaratdığını, hər bir şeyi gözəlliyi mən o klipdə əks etdirdim. Hətta belə bir şey də oldu ki, o klip çəkilişində də o bir ada var idi, mən orada durmuşam. O klip çəkilişi zamanında orada çoxlu ilanlar var idi. İlanlar orada mənim üstümə gəlirdi. Emin oradan qışqırırdı ki, Sevinç xanım, obraza girində. Onlar məni deməli tək qoyublar adada, özləri də çəkiliblər sahildə. Qışqırırlar ki, Sevinç xanım obraza girin. Biz çəkilişi, Sevinç xanım da donub orada. Nə obraz, ilanlar məni burada basır. Axıra bir tər hərəkətlərimlə saçlarımı tutmuşam, belə tuturam, yoluram ki... İlanlar orada var idi, yoxsa... Çox idi. Klip üçün gətirmişlər? Yox, orada ilanlar o qədər orada istəyirdi ki, ilanlar çox idi orada. Kadrdan görürük, İstədim özümü bir an o dənizin içinə atam, gördüm ki, dənizin içində də ilanlar var. Dedim, nə olar olar. Yox, gətirməmişdilər. Amma çox maraqlı keçdi. Hər halda özünüz maraqlı xanımsınız, maraqlı insansınız ki, sizin gördüyünüz, araya əlsə gətirdiyiniz işdə maraq kəsb edir. Elvin, nə yerdədir vəziyyət mətbəximizdə? Hazırdır, yığmışam. Döşəmişəm də, hafta becək hazır. Hələ döşəmişsən, peçimizi yandırmışsan. Yandırdım, indi yandırdım. Sevinç xanım bəyəndi sən əl qabiliyyətini, hə Sevinç xanım? Qaydası ilə hər şeyi... Mən orada bir ət əlavə edirəm. Ət? Sən niyə ət gətirərsən? İnşallah. Deməli, Aslan, dünənləri, əgər uşağın adını səhv deyirəmsə, mən Elmir qardaşımızdan, Səbinə bacımızdan çox üzr istəyirəm. Ola bilər ki, səhv deyirəm. Deyərlər ki, Samir elə nə oldu? Bir gün içində hər şeyi yaddan çıxartdı. Dünənləri Mirzə balamızdan, o birisi uşağın adı Mirzə, bir də Mikail. Bax, belə gözəl, bu əkiz balalardır Aslan. Allah saxlasın. Dünən bunların doğum günləri idi, 1 yaşları tamam olurdu. Ay Allah ya. Allah saxlasın, toylarını görsünlər, valideynləri, sevindirsinlər. Həm valideynlər, uşaqları, həm uşaqlar valideynləri. Allah saxlasın. Amin. Əkiz, təsəvvür edirsiniz. Amma bir şəkil qoyublar. Eyni adamdır da, iki şəkil qoymağa ehtiyac yoxdur. Peki onlara X2 qoyaydılar da orada. Eynidir, yəni elə bil ki, bir alma, əkiz var ki, oxşuyur, əkiz var ki, oxşamır. Amma bu oxşayan əkizlərdən idi. Oxşayan əkizlərdən idi. Aslan, sən də deyəsən əkizli uşaqlar yoxsa yox? Polad? Yox. Yox, bir oğlan, bir qızdır. Bir oğlan, bir qızdır. Allah saxlasın. Aslan, sən nə yaxşı bişirə bilirsən? Nəyə daha gözəl bişirə bilirsən? Mən qəşəng qayğanaq bişirirəm. Yox, mən sizdə olmuşam, bilirəm sən nəyə qəşəng bişirirsən? Özbək aşı. Özbək aşı, sonra? Nə bilim, yox, doğrudan zarafat bir yana bişirə bilirəm. Yəni, həyat elə öyrədib bizi ki, yollarda, qastrollarda, konsertlarda o qədər olub ki, nə bilim, birdən-birə gəlib ulduz olmamışıq ki, ya əziyyətlə, rayonlarda, Qazaxstanın düzənliklərində, nə bilim, gəzmişik və orada öyrənmişik, bişirməyi də, hər bir şeydə. Yeməyi də qəşəng bilirsən, bişirməyi də qəşəng bilirsən, çünki Aslan dəfələrlə evimizdə olub, mən bilirəm, nəyə xoşlayır, nəyə xoşlamır. Hə? Mantı. Mantı. Sonra mənə söz vermişdi, at ətindən bilmirəm nə pişirmişdi. 5 parmaq. 5 parmaq. 5 parmaq bilirsiniz niyə 5 parmaq deyirlər ki, onu əl ilə yeyirsən, 5 parmaqla yeyirsən. 5 parmaqla yeyirsən. Söhbət at ətindən gedir. At əti. Onun necə tərifi, necə hazırlayırsan? O əslində bizim xəngəl kimidir, xamırdandır. Sadəcə at ətini üstünə əlavə edirsən, soğan dağınıdır belə. Çox dadlıdır. At ətinin özünün tamamilə fərqli bir dadı var. Yeməmişəm. Mən yemişəm. Sən yemişsən, hə? Yemişəm, bəli. Çox dadlıdır. Üstündən də at südü içmişsən sən, kumus. İçmişəm. Mən də gətirmişim də. Hə, bilirəm, sən də gətirmişdin mənə. Mən çox bəyənirəm. Heyf ki, buralarda yoxdur, adam alıb istifadə elərdi. Çox dadlı. At bilirsiniz də, otların gülün çiçəyin yeyir.
Yəni adam deyir ki, at əti necə ona at əti yeyirsin? Yəni amma at doğrudan da Saminin sözünə qüvvət, at hər otu da yemir. Qoyun da başını aşağı salıb nə gəldi? Nə gəldi? Amma at hər otu da yemir. Yemir. O xüsusi otların özü əti çox dadlıdır. Sadəcə deyirlər ki, müsəlmanlarda icazə yoxdur. Atı ancaq müharibə zamanı kəsmək olar. Aclığa tamamilə yəni aclığını kəsmək olar. İndi Qazaxlar özbəklər kəsirlər, günahları onların boyuna biz də yeririk, biz kəsmirik ya. Tamam, Elvin uğurlar sənin mətbəximizdə. Bir gün gələk burada 5 barmaq eləyəsən, barmağımızın 5-in uşaqlara, barmaqlarının 5-in. Kamran yiyəcək, o heç. Yumalıdırlar, sonra yeməli. Aha, Kamran 100% yiyəcək, ona əminəm. Yemisən? Haa. Kazı kalbasalar var, at ətindən kazı kalbasa. Onları əslində delikates kimi sayılır. Onlar, məsələn, qabaqları Rusiyada xəbəri olmayanda bu kalbasalardan mağazinlar, dükanlar doluydu o kalbasaların. İndi bu yaxınlarda mən getmişəm, Orta Asiyadaydım. Deməli, o at ətindən kalbasa deyiləndə bir şey yoxdur. Hamısı xaricə gedir. Avropa ölkələrinə, əksəriyyəti Rusiya. Bu yaxınlarda Moskvadaydı. Biz Moskvada gəldim. Moskvada çeşid o qədər idi ki, Qazaxstan kımız da var idi, at əti də var idi, at kalbasalarından da məhsullar var idi. Yəni, inşallah bizdə də yəqin yavaş-yavaş öyrənəcəklər. Amma mən keçən il səhv eləmirəmsə, xəbərlərdə gördüm, bir qaynar xəbər verirlər ki, bəs filan dükanda mal əvəzinə at əti satırlar. Bax, bu cinayətdir. Dedim, ay Allah, görən o harada da o tükən gedim alım mən at əti. Burada çox yirmirdi ona görə. Deməli, müğənni Cavid Qafarov salamlayır sizi. Müğənni Cavid Qafarov salamlayır sizi. Cavidə salamlar bizdən, gözəl insan. Sonra Aslan Beyxlarda salamlarını çatdırdı bizə. Yenə də salamlarını çatdırır. Təranə Qumral, Musa Musayev, bizim sevimlilərimiz, onlar da sizi salamlayır. Biz də onları salamlayırıq. Allah var eləsin onları. Çox sağ olsunlar. Salamlarıq bizə. Həm də 50-dir də bilirsən Təranə xanım. Bilirsən də 50-dir. Sənin 50-dir. Torpaq. Tamam, alqı-satqı ilə bağlı 88-72 elanlarınızı göndərə bilərsiniz, əziz tamaşaçılarımız. Nəyinizsə sata bilmirsinizsə, 88-72 SMS yazın, göndərin. Evdən tutmuş mobil telefona qədər, avtomobilə qədər nə satmaq istəyirsinizsə 88-72-yə yazın, göndərin. Sadəcə Azərsel nömrələrinə yazıb göndərmək lazımdır ki, 4 rəqəmli nömrəmizə 88-72. Sevinç xanım, bu filmlərlə, seriallarla sizin nə əlaqəniz? Belə deyək, birinci bundan başlayaq. Bu yaxınlarda bayaq söylədiyim kimi, necə Aslan, mənim ilk ifaçım Aslan olub. Çağır məni adlı mahnıma görə 2010-cu ildə laureat adını aldı Aslan. Bəli, Bakı mahnı festival gecəsində keçirildi. Biz görüntülər təqdim edə bilərik? Bəli. Tamam, görüntülər də təqdim edin, elə söhbət arası. Sonra belə bir qərara gəldim ki, mən bu Çağır məni filmi çəkdirdim. Bax, hal-hazırda Aslanla bağlı görüntülərimiz görsənir. Sözləri də elə xanım İsmail qızınındır. Və bu Çağır məni filmində, deməli, biz aprel döyüşlərində şəhid olan şəhidlərimizin əziz xatirəsinə bunu həsr elədim. Bu filmdə həm Aslan Hüseynov, Mehman Məmmədov, özüm də çəkildim. Bir şəhid xanımın rolunda çəkildim. Yəni, bu şəhidlər üçün, şəhidlərin ruhuna mən bunu həsr elədim, bu filmi. Çox təşəkkür edirik Sevinç xanım sizə. Bax, hal-hazırda görüntülər də görsənir. Əslində, bu klip kimi, yəni, mahnıya çəkilmişdi, amma yeni bir formatda çəkildi. Orada ifaçı, yəni ifa eləmirdi. Sadəcə mahnı gedirdi, amma kino üstündə idi elə bir ki, belə, çox maraqlıdır. Mən özüm orada ilk dəfə mən aktyor kimi çəkilirdim. Nə bilim, indi yalan doğru təriflərdilər, dedilər, yaxşı çəkilirsən.
aktyor səndən alırlar. Alınır. Bunu biz 2 cürə çəkdik. Həm film üçün çəkdik, bunu festivala göndərdik. Həm də ki klip yığdırdıq. Bəli, amma orada yeganə bir mahnı idi ki, deməli 3 mükafata elə, yoxsa aranjman, bəstəkar və müğənni laureatı aldılar. Tamam. Uğurlar Aslan, çox da yaraşır sənə hərbi geyim. Ümumiyyətlə Azərbaycanımız... Mən Daxili İşlər Nazirinin solisti idim. Bu yaxınlarda özüm, yəni öz istəyimlə çıxdım işdən. Niyə? Çünki bu xaricə gedəndə problemlər yaranır, icazə lazımdır hər zaman almağa, ona görə. Mən də tez-tez gedən bir ifaçıyım, ona görə. Tamam. Sadəcə ona görə. Sadəcə səbəb budur. Reklamlara ayrılaraq həsə maşaşlarımız proqramımızın sponsorlarından Xanədan Şadlıq Sarayı var ki, 300-350 nəfərə qədər qonaq qaranızı siz orada sığdıra bilərsiniz. Sentyabr ayına qədər Xanədanı seçim edən hörmətli gənclərimiz gəlinlər pulsuz bəzətdirilir və gəlinlik maşınları sizə havayı verilir. Nə istəyirsiniz? Sadəcə gedin, indidən toyunuzu, büsatınızı Xanədan Şadlıq Sarayında həyata keçirdin. Milli və Avropa mətbəxinin gözəl təamları ilə peşəkar musiqiçi kollektivi Xanədandadır. Düşünürəm ki, yadda qalan məclis həyata keçirtmək istəyirsinizsə, şahlara, sultanlara layiq məkan Xanədandır. Bunu deyin, bilmiş olun.